Hamiləliyin 12-ci həftəsi. Birinci trimestri bitiririk, ikinci trimestrə başlayırıq. Döldə nələrə diqqət edəcəyik, hansı testləri tövsiyə edəcəyik, anada hansı dəyişikliklər olacaq, bu haqda bugün danışacağım. Və videonun sonunda bir superfood olan chia haqqında nələrə diqqət etməliyik chia toxumu istifadəsində bu mövzuya toxunacağım. 12-ci həftəsində mütləq bir ultrasəs müayinəsi olunmalıdır və bu ultrasəs müayinəsində biz müəyyən genetik markerlara baxırıq. Bunlar ensə qalınlığıdır, burun sümüyüdür birincili olaraq. Bir də ilkin bir orqan skrininqi edirik. Yəni ilkin doplerimiz, deyək ki, detallı ultrasəsimiz gerçəkləşir. Dölün artıq barmaqları formalaşıb, barmaqları saya bilirik. Fəqərə sütunu formalaşıb, fəqərə sütununa əlaqəli bir qüsur varsa biz bu həftədə onu aşkar edə bilirik. Beyin strukturları həftəsinə uyğun inkişaf edir və beynin kobud qüsurlarını biz bu həftədə aşkar edirik. Və bəzi önəmli qan analizlərini veririk. İlkin bizim infeksiyalarımız, hepatit, spid, sifilis və digər hamiləliyə zərərli ola bilən infeksiyaları tarıyırıq. Genetik testlərə toxunsaq, bu bizim çox önəmli testlərimiz, önəm verdiyimiz testlərdir. Əgər xəstə pasiyent az riskli qrupa aiddirsə, yəni gəncdir, ailəsində heç bir genetik xəstəlik hekayəsi yoxdursa, biz belə bir pasiyentə ikili tarama tövsiyə edirik. Amma riskli bir hamiləlikdirsə, yaşımız 35-dən yuxarıdırsa, daha öncəki hamilənin özünün öyküsündə, hekayəsində genetik xəstə hamiləlik öyküsü varsa və yaxud da yaxın qohumlarında genetik xəstəlik varsa, o zaman biz NIP testi, hətta bəzi xəstələrə, pasiyentlərə amniosentez önərə bilərik. Amniosentezi 16-18 həftədə icra edirik, amma qərarını artıq 12-ci həftədən veririk. Bu testlərin fərqi nədir? Niyə ki, məsələn, ikili NIP və amniosentez önəririk? İkili taramanın güvənlik və informasyon gücü 70%-dir. Bu aşağı riskli olan populyasiya üçün yetərlidir. NIP testin isə dəqiqliyi 99.9%-dir. Bu da orta riskli populyasiya üçün kifayətdir. Amma əgər biz yüksək riskli bir qrupdayıqsa, o zaman bizə %100 bir cavab lazımdır. Yəni kəsin bir cavab lazımdır. O zaman da pasiyentə amniosentez tövsiyə edirik. Ananın durumuna gəlsək, ana birinci trimestri bitirdiyi üçün artıq ən rahat, ən keyfli bir trimestrə keçir, ikinci trimestrə. Bulantı əksər hallarda keçir, ağrılar azalır. Biz artıq yüngül sport növləri ilə məşğul ola bilərik, pilatesa yazıla bilərik, yogaya, üzgüçülüyə başlaya bilərik. Müəyyən kosmetik prosedurlarımızı eləyə bilərik. Saç boyaması, təbii ki, amoniyaksız bir boya ilə epilyasiya oluna bilər. Döl sahəsi xaric, yəni qarın və genital bölgə xaric epilyasiya başlanıla bilər və hamilə səyahət edə bilər bu həftələrdə. Qidalanmaya gələndə isə bugün chia toxumu haqqında məlumat vermək istəyirəm. Chia toxumu bilirik ki, bir superfooddur. Superfood nə deməkdir? Yəni az miqdarda, çox sayda və miqdarda faydalı vitaminlər və minerallar içərən bir qidadır. Chia toxumunda omega 3 zəngin bir toxumdur. Omega 3 bilirik ki, dölün həm sinir sistemi, həm beyin inkişafında önəmlidir. Onun yanında liflə zəngindir. Liflər də bizim həzm prosesimizi hasantlaşdırır, qəbizliyə qarşı bizi qoruyur. Kalsi, maqni və zülaldan zəngindir. Bunlar da həmçinin həm bizim, həm dölün əzələ, sinir və sümüklərimizə faydalıdır.
Chia toxumunun istifadəsində nəyə diqqət etməliyik? Chia toxumu bilirik ki, maye qəbulu ilə şişən bir toxumdur. Biz bunu quru şəkildə istifadə eləsək, bu bizim bağırsağımızda və yaxud da hətta qida borumuzda şişə bilər və boğulmaya qədər gətirə bilər. Ona görə mütləq chia toxumu istifadədən öncə həm daha bizə hasanlıqla öz faydalı elementlərini versin deyə, həm lazımsız yerlərdə şişməsin deyə öncəsində ilıq bir suda 15-30 dəqiqə şişirdirik. Sonrasında isə qatıqla mı yemək istəyərik, kefirlə mi, bir tatlıya mı qatmaq istəyərik və yaxud da sıyğa mı, ondan sonra qata bilərik. Üyüdülməsi mütləq deyil və hamiləlikdə yenə də miqdar önəmlidir. Çay qaşığından fazla miqdarda tövsiyəsi məsləhət deyil, istifadəsi məsləhət deyil.